Yüksək həyat xərcləri səbəbindən bura xarici turistlər demək olar ki, gəlmir. Hətta Avropalıların belə Küveytdə xərcləmək üçün pulları kifayət etmir. Ölkənin İslam şəriət qaydalarına əsasən idarə olunması, çimərliklərdə və bazarlarda çox sayda xarici turist görməməyimizə səbəb olur. Həmçinin yay aylarında temperaturun 50 dərəcəyə çatması da Küveyti turistlər üçün cəlb edici etmir. Səhrada yaşayan bədəvilər susuzluqdan qorunmaq üçün təzə dəvə südü içirlər. Şəhərdə yaşayanlar isə vaxtlarını iri ticarət mərkəzlərində keçirirlər. Küveyt varlı və mühafizəkar bir ölkə olaraq dünyada nadir dövlətlərdən biri olaraq qalmaqdadır. Alış-veriş mərkəzləri ölkənin iqlimi səbəbindən insanların kondisionerlərlə sərinləyə biləcəyi sosial fəaliyyət mərkəzi kimi qəbul edilir. Eyni zamanda Küveytin parklarında başınızın üzərində sərin hava püskürdən texnologiyalar quraşdırılıb.